Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Körpü Nəşriyyatının Azərbaycan dili kitabının 2-ci hissəsindəki test və tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 67-dəyik. 6-cı bölmənin 4-cü fəslində keçdik. Variant A-dakı suallar ilə başlayırıq. Hansı cümlədə səhv yazılmış söz var? Keçən yay kəndə getmişdik. Burada yoxdur. Onu belə qoymaq olmazdı. Burada da yoxdur. Heyvan sığınacaqlar bazar günü işləmirdi. Səhvini düzəltmək üçün çox çalışdı. Səhv sözü səhv yazılıbdı. Səhv ilə yazılır, f ilə yox. Durğu işarələrinin buraxıldığı cümlələri müəyyən edin. Bilirəm nə istəyirsən. Yumruca, yanıma gəl, sənə sözüm var. Tısbağa biraz da qısıldı. Növbəti gün üçün planım hazırdır, əmir. Burada B-də deməli yumruca, yanıma gəldən sonra da vergül olacaq. Sonra digər fikir deyəcək ki, sənə sözüm var. Hansı cümlədə sözlərin ardıcılığı pozulub? Şirin söhbətimizi bizə yaxınlaşan Cəmil dayı böldü. Qarı əsəbi halda mənimlə razılaşdı. Qadının üzü güldü. Arif yüksək nəticə göstərdi. Burada A variantında pozulub. Bizə yaxınlaşan Cəmil dayı şirin söhbətimizi böldü desək daha düzgün olar. Sual əvəzliklərinə aid olmayan fikri seçin. Əvəzliyin növlərindən biridir. Bu düzdür. Sual məqsədi ilə işlədilir. Bu da düzdür. Bütün nitq hissələrini əvəz edir. Xeyr, əsas nitq hissələrini əvəz edir sual əvəzlikləri. İsmi və feili əvəz etmir. Əslində bu da uyğun deyil. Çünki biz dedik ki, bütün əsas nitq hissələrini əvəz edir. Burada yazıb ismi və feili əvəz etmir. Xeyr, edir. Yəni burada iki variant uyğundur. Sual əvəzliyinin işləndiyi cümləni müəyyən edin. Durğu işarələri buraxılmışdı. Kimsə bilməz Ağrı dağın yaşını. Kimlər gəldi, kimlər getdi bu dünyadan. Sənin kimi qorxağı tanımaz olaydım. Kimi şəkil çəkdirirdi, kimi yazı yazırdı. Burada sual ancaq B variantındadır. Kimlər sual əvəzliyidir. Ona görə B-ni seçirik. Nəyi sualına cavab verən söz hansı variantdadır? Güllü kinoya getdi. Güllünü kitabxanaya çağırdılar. Güllü donumu geyinmişdi. Güllü köynəyə gözüm düşmüşdü. Burada donumu sözünə nəyi sualını verərik. C variantı. Verilmiş ardıcıllığa uyğun gələn cümlə hansıdır? Nə, kimə, kimdən nə etmişdi? Suallarına cavab verməlidir. Baxaq. Qolbaq ona anasından yadigar qalmışdı. Elə burada. Qolbaq nə? Kimə ona? Kimdən anasından yadigar qalmışdı? Birlikdə mürəkkəb feil olacaq. Nə etmişdi? Sualına cavab ver. A variantı. Müdrik qocaya müraciət etdim. Burada nə sualına cavab verən söz yoxdur. Qoca mənə babamdan danışmışdı. Burada da yoxdur nə sualına cavab verən. Kitab qıza dayısından hədiyyə idi. Burada isə nə etmişdi sualına cavab verən söz yoxdur. Hansı sual əvəzliyi varlığın əlamətini müəyyən etmək üçün işlədilir? Neçənci, necə, kim, nə? Təbii ki, necə sualına cavab verən sözlər əlamət bildirir. Keçirik 68-ə. Verilmiş xüsusiyyətlərə uyğun gələn söz hansıdır? Sual əvəzliyidir, feili əvəz edir. Burada feili əvəz edən yalnız nə etdi sualıdır. Cümlə modellərinə uyğun gələn sual əvəzliklərini ardıcıllıqla yaz. Tənəffüsdə müəllim sakitcə dilləndi. Deməli, tənəffüsdə sözü nə zaman sualına cavab verər? Sonra müəllim kim? Sonra sakitcə necə? Dilləndi, nə etdi? Gənc aldığı maşını sürətlə sürürdü. Gənc kim sualına cavab verir? Aldığı hansı sualına cavab verir? Maşını nəyi sualına cavab verir? Sürətlə necə sualına cavab verir? Sürürdü, nə edirdi sualına cavab verir.
Günlərin bir günü gəmi okeanda batdı. Günlərin bir günü. Bu nə zaman sualına cavab verir? Gəmi nə sualına cavab verir? Okeanda harada sualına cavab verir? Batdı, nə etdi sualına cavab verir. İndi isə 11-ə baxaq. 11-də deyir ki, fərqləndirilmiş sözü uyğun sual əvəzlikləri ilə əvəz edib cümlələri köçürün. Əli sakitcə müəllimə yaxınlaşdı. Burada müəllimə sözü kimə suala cavab verir? Yəni siz yazacaqsınız ki, Əli sakitcə kimə yaxınlaşdı? Sonra da sual. Ağacdakı meyvələri dərib səbətə yığdım. Burada ağacdakı sözü hansı sualına cavab verir? Hansı meyvələri dərib səbətə yığdım? Sağlam közə özü ilə fəxr edirdi. Hansı közə özü ilə fəxr edirdi? Malları daşıyan gəmi limana yaxınlaşdı. Haraya yaxınlaşdım? Cümlələrdəki səhv yazılmış sözləri müəyyən edib düzgün şəkildə köçürün. Sənin etdiyin yanlış bağışlanılmazdır. Burada yanlış sözü səhv yazılıb, yanlış olmalıdır. Sözün kökü yanılmaqdır. Oradan yadda saxlamaq olar ki, əvvəlcə yəni n gəlir. Siz cümləni yenə olduğu kimi yazmalısınız. Kədərli halda qarı ilə sağollaşdı. Burada kədərli səhv yazılıb, kədərli olacaq. Dinozavrlar milyon illər əvvəl yaşamışdı. Burada dinozavr sözü səhv yazıb, dino yazılır. Dinozavrlar milyon illər düz yazılıb, əvvəl sözü də səhv yazılıb. Əvvəldə 2 dənə v olur. Onun xahişi ilə tədbir təşkil olundu. Xahişi sözü səhv yazılıb, xahişi olmalıdır. Təşkil sözü səhv yazılıb, təşkil olmalıdır. Keçirik səhifə 69-a. Birinci suala baxaq. Hansı fikir yanlışdır? Sual əvəzlikləri sual məqsədi ilə işlədilir. Bu doğrudur. Sual əvəzlikləri əsas nitq hissəsini əvəz edə bilir. Bu da doğrudur. Sual əvəzlikləri köməkçi nitq hissələrini əvəz edə bilmir. Bu da düzdür. Sual əvəzlikləri kimdən necə suallarına cavab verə düzdür deyirəm. Belə deyirəm. Necə suallarına cavab verə bilir? Yanlışdır. Bu suallara cavab vermir. Bu sualları verir. Yəni sual əvəzliyi. Yəni cavab vermir. Hansı cümlədəki sual əvəzliyi ismi əvəz etmişdir? Siz bizimlə birgə əməkdaşlıq edə bilərsiniz. Kimdərsə hazırdım. Bəs onlar nə etdilər? Ali neçənci sinifdə oxuyur? İsmi əvəz etmişdir deyir. Deməli kim burada ismi əvəz edib? B variantı. Verilmiş xüsusiyyətlərə uyğun gələn söz hansıdır? Sual əvəzliyidir, say əvəz edir. Say əvəz edirsə neçə sualı olar? Ancaq C variantı. Verilmiş cümlədə əvəzliklərin məna növünün ardıcılığı hansı bənddə doğrudur? Siz bu mənzilə nə vaxt köçmüsünüz? Siz əvəzlikdir, bu əvəzlikdir və nə vaxt əvəzlikdir? Siz şəxsdir, bu işarədir, nə vaxtda sualdır? O da deməli D variantına verilib. Hansı cümlədə sual əvəzliyi işlənib? Avtobus nə vaxt keçdi? Burada nə vaxt var? Kimdərsə gecikmişdi? Burada da var kim. Bəs o susmalıdır? Burada yoxdur. Onlar hansı mənzilə köçdülər? Burada hansı var? Sən gəlirsən? Burada yoxdur. 1, 2, 4. A variantı. Cədvəldəki sual əvəzliklərini rəngləsək, hansı sxem alınar? Sual əvəzlikləri deyirsə, kimdir burada sual əvəzliyi? Hansı? Niyə? Bu qədər. O da D variantındadır. Keçirik 70-ə. Hansı uyğunluq doğrudur? Deməli, sual və şəxs əvəzlikləri verilib. O şəxs əvəzliyidir. Dəqiqə düzəlsin. Nə sualdır? Sən şəxsdir. Niyə sualdır? Alında hansı variant baxaq görək. Bu hansı variantda deməli A-dır deyəsən. Bəli, A-dır. Məna növü düzgün göstərilməyən əvəzlik hansıdır? O şəxsdir, düzdür. O həm də işarə olur, bu da düzdür. Nə edəcək? İşarə deyil, sual əvəzliyidir. Onlar şəxsdir, bu da düzdür. Cümlədəki sual əvəzliyi hansı nitq hissəsini əvəz etmişdir?
Şalə neçənci suala cavab verə bilmədim. Burada sual əvəzi neçəncidir və bilirik ki, bu sayın sualıdır. Ona görə say deyirik, D variantı. Altından xətt çəkilmiş sözlərin yerinə sual əvəzlikləri yazmaqla cümlələri köçürün. Soyuq havada qalın geyinmək lazımdır. Soyuq sözünə sual verməliyiksə necə? Davamını köçürmək lazımdır. Uşaqlar filmi maraqla izləyirdilər. Burada da maraqla sözünə necə sualına verərik. Çalışqan şagird olmaq lazımdır. Burada da necə sualına cavab verir. Uğur göbələkləri səbətə yığdı, nə etdi? Onlar yarışda qalib gəldilər. Onlar kim sualına cavab verir. Verilmiş sözlərə uyğun sual əvəzlikləri təyin edib cümlə qurun. Artıq yazdım. Deməli, Şirin necə sualına cavab verir? Cümlədə işlətsək, necə almaq istəyirsən? Oxuyacaq, nə edəcək? O nə edəcək? Şəhər, hara? Hara gedirsən? 44, neçə kitab aldın? Keçək 12-ci tapşırığa. Cümlələrdəki hər bir sözün hansı suala cavab verdiyini yazın. Sabahki görüş maraqlı olacaq. Sabahki hansı? Bir dəqiqə o biri hərflərlə yazım. Görüş nə? Maraqlı necə? Olacaq, nə edəcək? Nənəm dadlı yeməklər pişirir. Nənəm kim? Dadlı necə? Yeməklər nə? Bişirir, nə edir? Cəmilə bağdakı ağacları suluyur. Cəmilə kim? Bağdakı hansı? Ağacları nəyi? Suluyur, nə edir? Bu cür yazdıq suallarını. Keçək 71-ə, variant C-yə. Neçənci misrada sual əvəzliyi işlənmişdir? Bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz. Harda ahu mələsə, bil ki, o mənəm sənsiz. Sual əvəzliyi soruşursa, burada hardadır? Sual əvəzliyi, bu da 3-cü misradadır. C variantını seçirik. Hansı cümlədəki sual əvəzliyini sayla əvəz etmək olar? Hansı günün ömrü az olar? Dərsə necə hazırlaşmısan? Dərsə neçə şagird gəlməyib? Bu kitab nə haqqındadır? Sayı soruşursa, sayın sualı neçədir? Burada neçəyə yeni məsəl üçün 5 demək olar, 5 şagird gəlməyib. Buna görə başa düşürük ki, C variantıdır. Məntiqi ardıcılığı tamamlayın. Kim, necə, nə etdi? Sual əvəzliklərdir. Deməli, biz də sual əvəzliyi seçəcəyik. O da hansıdır? Fərqləndirilmiş sözü hansı sual əvəzliyi ilə əvəz etmək olar? Dəmiri isti-isti döyərlər. Dəmiri necə döyərlər? B variantı. Hansı sual əvəzliyi feili əvəz edə bilməz? Nə etdi, nə etmək, nə zaman, nə edəcək? Nə zaman zərfin sualıdır. Bu feili əvəz edə bilməz. Sual işarəsinin yerinə uyğun gələn fikir hansıdır? Kim və nə suallarının orta hissəsində qoyulub? Hər ikisi şəxs əvəzliyidir. Xeyr, burada hər ikisi sual əvəzliyidir, şəxs əvəzliyi deyil. Ona görə D variantını seçəcəyik elə. Bəndin birinci misrasında işlənən əvəzliklər barədə doğru fikir hansı variantda düzgün verilmişdir? Kim nə deyər bizdə olan qeyrətə? Qeyrətimiz bəlli bütün millətə. Əvəzliklər barədə soruşur. Kimdir burada? Nə deyərdi? Bunlar sual əvəzliyidir. Biz şəxs əvəzliyidir. Daha yoxdur. Deməli, 2 sual əvəzliyi, 1 şəxs əvəzliyi. A variantı. Keçdik 72-yə. Hansı cümlədə sual əvəzliyi işlənməmişdir? Ana nə pişirmirsən? Burada nə var? Neçənci sinifdə oxursan? Burada neçənci? Sən onun dediklərinə inandınmı? Burada yoxdur. Sən nə zaman gəldin? Burada da nə zaman? Hansı sual əvəzliyinin əvəz edə bilmədiyi sözləri seçin. Dünən hansı demərik? Nə zaman deyərik? Balaca uşaq, hansı uşaq deyə bilərik? Əyləncəli yer, hansı yer deyə bilərik? Qəhrəmancasına isə hansı deyə bilmərik? 1 ilə 4-ü əvəz edə bilməz. Fərqləndirilmiş sözləri uyğun sual əvəzlikləri ilə əvəz edin. Tənbəl adam yatağan olar. Tənbəl necə sualına cavab verir. Atılan ox geriyə qayıtmaz. Hara qayıtmaz? Geriyə. İş insanın cövhəridir. Nə? İş. Onlar daha yüksək nəticəyə layiqdirlər. Kim? Onlar.
O müsabiqənin nəticəsini maraqla gözləyirəm. Maraqla necə? İlham Zəkiyev 2004-cü ildə Paralimpiya oyunları çempionu olub. Nə zaman? Doğru fikirlər seçin. Sual və əvəzli sual məqsədi ilə işlədilir. Doğru. Sual əvəzlikləri əsas nitq hissələrini əvəz edir. Düzdür. Sual əvəzlikləri həm köməkçi, həm əsas nitq hissələrini əvəz edir. Xeyr, dedi ki, əsasları əvəz edir. Sual əvəzliyi ismi əvəz edə bilməz. Xeyr, əvəz edə bilər. Necə sual əvəzliyi yalnız sifəti əvəz edir? Xeyr, zərfi də əvəz edə bilər. Keçdik 12-yə. Sual əvəzliklərinin əvəz edə biləcəyi 3 söz yazın. Kim? Ana. Müəllim. Hər hansı bir ad yaza bilərsiniz. Məsələn, Məryəm. Nə zaman? Dünən. Axşam. Sabah. Necə? Qırmızı. Böyük. Şirin. Nə etdi? Qaçdı. Güldü. Yazdı. Neçə? 5. 10. 1. Nəyi? Kitabı. Qələmi. Dəftəri. Və s. Keçdik 73-cə. Bu fəslin oxuyub anlanması. Tarixdə izi olanlar Həmidə xanım Cavanşir. Həmidə xanım Cavanşir 1873-cü il yanvar ayının 19-da Şuşa qəzasının Kəhrizli kəndində anadan olub. Atası görkəmli maarif işçisi tarixçi Əhməd bəy Cavanşir, anası Mülkücahan xanımdır. Atası Əhməd bəy deyirdi: "Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin." Qızını kişi qeyrətli görmək istəyən Əhməd bəy onun mükəmməl təhsil almasına çalışıb. Atasının sayəsində Həmidə xanım hələ yeniyetmə yaşlarından rus dilini öyrənib. Yüksək intellektə, geniş dünya görüşünə malik olub. Əhməd bəyin vəfatından sonra Həmidə xanım Qarabağın Kəhrizli kəndində ata mülkünü idarə edib. Həmidə xanım atası Əhməd bəyin miras qoyub getdiyi torpaqlara, mülklərə, bağlara, bağçalara, zəmilərə, var dövlətə sahib çıxdı, qorudu, inkişaf etdirdi. O nəinki Kəhrizli kəndinin, hətta bütün Qarabağın ona pənah gətirən insanlardan kömək əlini heç vaxt əsirgəməyib. Acılıq və qıtlıq illərində Həmidə xanım Qarabağ əhalisinə əl uzadar, onlara yardım edərdi. Tarixi şəxsiyyət Həmidə xanım Cavanşiri həmvətənlərinin təhsildən kənarda qalması hər zaman narahat edib. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək bir məktəb açıb. Mirzə Cəlil Məmmədquluzadə də həyat yoldaşının bu fəaliyyətini bəyənərək məktəbin avadanlıqla təmin olunmasında yaxından iştirak edib. Daha sonralar 1909-cu ildə Həmidə xanım Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi, toxuculuq emalatxanası və məktəb açdırıb. Bu yorulmaz fədakar qadın burada işə cəlb etdiyi müəllimlərlə bir sırada özü də dərs deyib. Həmidə xanımın örnək əməllərindən biri də böyük şair Mirzə Ələkbər Sabirə göstərdiyi diqqət və qayğı olmuşdu. O, Mirzə Ələkbər Sabiri Tiflisə gətirdib müalicə etdirmişdi. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında Azərbaycan tarixi şəxsiyyəti Üzeyir Hacıbəyov xüsusi məqalə yazmışdı. Məqalə bu sözlərlə bitir: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün milyonçu kişilərin olmasına baxmayaraq öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi." Ötən əsrin əvvəllərində Qarabağda, o cümlədən Kəhrizli kəndində və ətrafda böyük aclıq, kütləvi epidemiya töğyan edirdi. Belə təhlükəli məqamda Həmidə xanım yenə də öndə olub. O, öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylayıb. Tauna və qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurub, başqa müalicəvi vasitələri tətbiq edib. O dövrdə yüzlərlə insanı aclığın və ölümün pəncəsindən xilas edən bu Nəcib xanım həm də saysız hesabsız körpənin, yeniyetmənin savadlanmasını, beləliklə də onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarını təmin edib. Qarabağ xalqının layiqli nümayəndələrindən olan Həmidə xanım Cavanşir həyatı boyu öz keçmişinə, kökünə bağlı olub, ləyaqətlə yaşayıb, xeyirxah, zəhmətsevər. Həmidə xanım əsl el anası, ağbircək bir sima idi. Həmidə xanım Cavanşir 6 fevral 1955-ci ildə vəfat edib.
İndi isə suallar cavablandıraq. Həmidə xanım hansı peşə sahibi idi? Xanəndə, müəllim, həkim, dərzi. Biz bildik ki, o müəllimdir. Çünki mətndə yazılmışdı ki, müəllimlərlə bir yerdə özü də çalışırdım. Burada yazılıb. Baxın, müəllimlərlə bir sırada özü də dərs deyibdi. Başa düşdük ki, müəllimdir. Həmidə xanım haqqında olan fikirlərdən biri yanlışdır. Xeyriyyətçi olmuşdu, düzdür. 82 il yaşamışdı. Neçə il yaşadığını bilmək üçün deməli ölüm tarixindən 1955-dən çıxacaq. Doğum tarixini baxaq, deməli 1873-cü ili çıxıb tapacaq ki, neçə il ömür sürüb. 5-dən 3, 2, 15-dən 7, 8, 82 yaş. Deməli, bu da düzdür. Qarabağın görkəmli nümayəndələrindəndir, bu da düzdür. Üzeyir Hacıbəyovu öz vəsaiti hesabına müalicə etdirmişdi. Xeyr, Mirzə Ələkbər Sabiri müalicə etdirmişdi. Mətndə Həmidə xanımın gördüyü işlərdən biri haqqında məlumat yoxdur. Xüsusi bina tikdirərək məktəb açdırmışdı. Bu düzdür. Tibb məntəqəsi təsis etmişdi. Bu da var. Suvarma kanalları çəkdirmişdi. Bu yox idi mətndə. Toxuculuq emalatxanası təşkil etmişdi. Bu da var idi. Bundan görə C-ni seçirik. Həmidə xanımın atası kimdir? Görkəmli yazıcı Cəlal Məmmədquluzadə, tanınmış şair Mirzə Ələkbər Sabir, maarif işçisi Əhməd bəy Cavad, dahi bəstəkar Üzeyir Hacıbəyov. Düzgün cavab C variantıdır. Baxaq yenidən burada yazılmışdı. Deməli, atası görkəmli maarif işçisi Əhməd bəy Cavanşir. Burada Cavad gördüm mən, Cavanşir tam görünməyib. Həmidə xanım əsasən harada yaşamış və fəaliyyət göstərmişdi? Burada deyilir ki, doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək bir məktəb açıb və orada da fəaliyyət göstəribsə, başa düşürük ki, Kəhrizlidə. D variantı. Mətnə əsasən demək olar, Həmidə xanım ziyalı ailənin üzvü olub. Bəli, bunu demək olar. Həmidə xanım yalnız öz qohumlarına yardım əli uzadıb. Xeyr, hər kəsə. Həyat yoldaşı Həmidə xanımı dəstəkləmirdi. Xeyr, dəstəkləyirdi. Mirzə Ələkbər Sabir taun xəstəliyinə yoluxmuşdu. Xeyr, xəstəliyi idi. Baxaq bir də. Deməli, böyük şair. Burada heç xəstəliyinin adı yazılmayıbdı. Yazılmayıbdır Mirzə Ələkbərin xəstəliyi, ona görə bu da səhvdir. Mətnin neçənci abzasında Həmidə xanımın xeyirli və dayanətli övlad olduğunu təsdiqləyən məlumat var. Birinci deyil, əsas burada da deyil, ikincidə də deyil. Yoxsa elə ikincidədir həm. Burada deyir, yəni var dövlətə sahib çıxdı, inkişaf etdirdi, insanlara kömək etdi. Burada cavablara görə ikinci abzası yoxdur. Çünki nəyə görə yoxdur? İkinci abzas da uyğundur. Amma daha çox üçüncü abzas uyğundur. Üçüncü abzasda çünki onun məktəb tikdirməsi, təhsil ocaqları, toxuculuq emalatxanası açdırması qeyd olunub. Ona görə üçüncü abzası seçirik. Daha çox üçüncü abzas uyğundur. Yəni dediyim kimi iki də uyğundur. Üzeyir Hacıbəyev öz məqaləsində Həmidə xanımın hansı əməlini təqdir etmişdi? Dahi şair Mirzə Ələkbər Sabiri Tiflisdə öz vəsaiti hesabına müalicə etdirmiş və qayğısına qalmışdı. Həmidə xanım atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün nə etdi? Yeni, mükəmməl təhsil aldı, yox, yeni bina tikdirərək məktəb açdı. Bir variantı. Həmidə xanım haqqında hansı atalar sözünü demək olar? Ağıl yaşda deyil, başda deyil. Ot kökü üstündə bitər, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq hər kişinin işidir, el gücü, sel gücü. Burada ot kökü üstündə bitər, çünki atası da ziyalı idi, o da onun övladı idi, o da onun yolunu davam etdirdi, ona görə B uyğundur. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.